إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وسلم. Amma ba'd. Əziz uşaqlar, Uca Rəbbimiz insanlara göndərdiyi sonuncu kitab olan Quranda bəzi şəxslərin adlarını çəkərək onları bizə nümunə göstərir. Bu şəxslərdən biri də Loğmandır. Uca Allah Loğman surəsinin 12-ci 19-cu ayələrində Loğmanın öz oğluna verdiyi nəsihətlər barədə bizə xəbər verir. Bu dəyərli və mühüm nəsihətlərdə hamımız üçün çoxlu faydalar var. İlk növbədə biz bilməliyik ki, nəsihətin dinimizdə vacib yeri var. Uca Allah Quranda öz peyğəmbərləri barədə xəbər verərkən onların insanlara nəsihət verən olduqlarını bizə bildirir. Məsələn, Uca Allah Ərəf surəsinin 68-ci ayəsində Hud peyğəmbərin aleyhissalam öz qövmünü tövhidə dəvət edərkən belə dediyini bizə xəbər verir. Ubəlliğukum risalati Rabbi və ənə ləkum nasihun əmin. Mən sizə Rəbbimin vəhiylərini təbliğ edirəm və sizin üçün etibarlı bir nəsihətçiyəm. Həmçinin Salih peyğəmbər də aleyhissalam öz qövmünə belə demişdir. Ya qavmi ləqad əbləğtukum risalətə Rabbi və nəsahtu ləkum və ləkin lə tuhibbunən nasihin. Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz. Ərəf surəsi 79-cu ayə. Uşaqlar, fikir verin, nəsihəti və həqiqi nəsihət verənləri sevməmək pis xüsusiyyətlərdəndir. Nəsihət İslam dininin gözəlliklərindəndir və onun dində əhəmiyyətini anlamaq üçün bir hədisi oxumaq kifayət edər. Təmim Əd-Dəri radiyallahu anhu rəvayət edir ki, Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurub. Əd-dinun nəsihə. Din nəsihətdir. Bu dərsimizdə oxuyacağımız ayələrin əvvəlində hər şey bilən Allah Luğmana hikmət verdiyini bildirir. Uca Allah buyurur. وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ وَمَنْ يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ وَمَنْ كَفَرَ فَإِنَّ اللّٰهَ غَنِيٌّ حَمِيدٌ. Biz Loğmana hikmət verdik. Allaha şükür et. Kim şükür edərsə yalnız özü üçün şükür etmiş olar. Kim nankörlük edərsə bilsin ki, Allah zəngindir, tərifə layiqdir. Bu ayədən biz başa düşürük ki, hikmətli insan Allahı tanıyıb, ona şükür edən, insanlara düz yol göstərən insandır. Uşaqlar, hikmət Allahın böyük nemətlərindəndir. Hikmət yalnız çox bilmək deyil. Hikmət doğru yerdə doğru söz və doğru əməl sahibi olmaqdır. Yəni, hikmətli insan bilir nə zaman, nəyi, necə demək və etmək lazımdır. Bu ayədən biz həmçinin öyrənirik ki, Allahın bizim şükrümüzə, namazımıza, orucumuza, sədəqə və zəkat verməyimizə və bütün digər ibadətlərimizə ehtiyacı yoxdur. Uca Allah heç nəyə möhtac deyil. Hər şey və hər kəs isə qüdrətli Allaha möhtacdır. Uşaqlar, indi isə gəlin Allahın hikmət verdiyi Loğmanın öz oğluna verdiyi nəsihətləri bir-bir oxuyaq. Uca Allah buyurur. وَإِذْ قَالَ لُقْمَانُ لِبْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللّٰهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ. Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi. Oğlum, Allaha şərik qoşma. Həqiqətən Allaha şərik qoşmaq ən böyük zülmdür. Loğmanın öz oğluna verdiyi ilk və ən vacib nəsihəti tövhid barədədir. Hər bir mərhəmətli valideyn öz övladının hər pis şeydən qorunmağını istəyər.
Allahın hidayət və hikmət verdiyi bəndə bilir ki, bu dünyada ən böyük pislik Allaha şərik qoşmaqdır. Buna görə də hikmətli valideyn öz övladını hər şeydən öncə Allaha şərik qoşmaqdan çəkindirir və yalnız Allaha ibadət etməyi tövsiyə edir. Uşağa veriləcək ən böyük tövsiyə də budur. Allahın bütün peyğəmbərləri insanları şirkdən çəkindirib, tövhidə dəvət ediblər. Nəhl surəsinin 36-cı ayəsində Uca Allah buyurur: وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ يَعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz hər ümmətə Allaha ibadət edin, tağutdan uzaq olun deyə elçi göndərdik. Allahdan başqa və ya Allahla bərabər ibadət olunan hər şeyə tağut deyilir. Peyğəmbərlər öz ailələrinə həmişə tövhidi nəsət ediblər. Məsələn, Bəqara surəsinin 133-cü ayəsində, 133-cü ayəsində biz oxuyuruq ki, Yaqub Peyğəmbər aleyhissalam ölümündən əvvəl öz oğullarına tövhidi nəsət edir. Uca Allah buyurur: Əm kuntum şuhədəə iz hadara Yaqubəl məvtu iz qali li bənihi mə tə'budunə min bə'di. Yoxsa Yaquba ölüm gəldikdə siz onun yanındaydınız. O zaman o öz oğullarına dedi: Məndən sonra nəyə ibadət edəcəksiniz? Qalu na'budu ilahaka və ilahə əbaika İbrahim və İsmail və İshaq ilahan vahidə və nahnu ləhu muslimun. Onlar dedilər: Sənin ilahına, ataların İbrahim, İsmail və İshaqın ilahı olan tək ilaha ibadət edəcəyik. Biz yalnız ona təslim olanlarıq. Uşaqlar, tövhidin vacibliyi və şirkin təhlükəsi barədə sizinlə əvvəlki məclislərimizdə çox danışmışıq. Kim dinləməyibsə, əvvəlki məclislərimizə qayıdıb mütləq dinləsin. Çünki tövhidi öyrənib, ona əməl etmək və Allaha şərik qoşmağın təhlükəsini bilib, ondan çəkinmək hər bir insana vacibdir. Hər kəs Allahın təkliyini bilərək fitrət üzərində doğulur. Bu barədə Uca Allah Rum surəsinin 30-cu ayəsində belə buyurur: فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَةَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ذَلِكَ الدِّينُ الْقَيِّمُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ. Sən bir hənif, yəni xalis tək Allahlı kimi üzünü dinə, İslam'a, tövhid dininə tərəf tut. Allah insanları bu fitrət üzərində yaradıb. Allahın yaratdığını heç cür dəyişmək olmaz. Doğru din budur, lakin insanların çoxu bilmir. Deməli uşaqlar, Allah bütün insanları sağlam fitrətlə, yəni təkallahlıq inancı ilə yaratmışdır. Amma insanların əksəriyyəti bu fitrəti sonra korlayırlar. Uşaqların da fitrətinin korlanmasında valideynlərin rolu böyükdür. Əbu Hüreyrədən radiyallahu anhu rəvayət olunan hədisdə Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurub: Mə min məvludin illə yulədu aləl fitrə. Mə min məvludin illə yulədu aləl fitrə. Fəəbəvahu yuhəvvidanih, əv yunassiranih, əv yuməccisanih. Hər bir doğulan uşaq fitrət üzərində doğulur. Bundan sonra onun ata-anası onu Yahudi, Hristiyan və ya Məcusi edirlər. Peyğəmbərin sallallahu aleyhi və səlləm bu sözlərini rəvayət edəndən sonra Əbu Hüreyrə radiyallahu anhu bu ayəni oxudu. Fitratallahi ləti fətaran nəsə aleyhə. Allah insanları bu fitrət üzərində yaradıb. Alimlərin Rəbbi olan Allaha bilərəkdən şərik qoşan və bundan tövbə etməyən adamı rəhimli və mərhəmətli Allah bağışlamır. Cənnəti ona haram edir və beləsi əbədiyyən cəhənnəmdə əzab çəkəcək. Allaha şərik qoşmağın ən böyük haqsızlıq olaraq qadağan olunması Quranda çoxlu ayələrdə vurğulanır. Məsələn, Şuara surəsinin 213-cü ayəsində Allah deyir: فَلَا تَدْعُ مَعَ اللّٰهِ إِلَٰهًا آخَرَ فَتَكُونَ مِنَ الْمُعَذَّبِينَ. Allahla yanaşı başqa bir ilaha dua etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan. Maidə surəsinin 72-ci ayəsində Uca Allah buyurur: İnnehu men yushrik billahi faqad harramallahu aleyhil cennə və mə'vahun nar və mə lizzalimin min ansar. Kim Allaha şərik qoşarsa, şübhəsiz ki Allah cənnəti ona haram edər. Onun düşəcəyi yer cəhənnəmdir. Zalimların heç bir köməkçisi olmayacaq. Bəqara surəsinin 22-ci ayəsində Uca Allah buyurur:
فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ Allah bilə-bilə şəriklər qoşmayın. Həmçinin Loğman surəsindən oxuduğumuz ayədə də Allaha şərik qoşmağın qadağan olunması bir daha qeyd olunur. Növbəti iki ayədə qüdrətli Allah hər bir insana öz valideynləri ilə gözəl davranmağa əmr edərək buyurur. وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حَمَلَتْهُ أُمُّهُ وَهْنًا عَلَى وَهْنٍ وَفِصَالُهُ فِي عَامَيْنِ أَنِ اشْكُرْ لِي وَلِوَالِدَيْكَ إِلَيَّ الْمَصِيرُ Biz insana ata-anasının qayğısına qalmağa əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə 2 il ərzində olur. Mənə və valideynlərinə şükür et. Axır dönüş mənədir. وَإِنْ جَاهَدَاكَ عَلَى أَنْ تُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا وَصَاحِبْهُمَا فِي الدُّنْيَا مَعْرُوفًا وَاتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَيَّ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ Əgər onlar bilmədiyin bir şeyi mənə şərik qoşmağın üçün cəhd göstərsələr, onlara itaat etmə. Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get, sonra isə dönüşünüz mənə olacaq, mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm. Uca Allah Quranda bir neçə dəfə öz haqqından sonra valideyn haqqını qeyd edir. Məsələn, Ən'am surəsinin 151-ci ayəsində Uca Allah buyurur. قُلْ تَعَالَوْا أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ أَلَّا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا De, gəlin Rəbbinizin sizə nələrin haram etdiyini oxuyun. Ona heç nəyə şərik qoşmayın və valideynlərə yaxşılıq edin. İsra surəsinin 23-cü ayəsində Uca Allah buyurur. وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا Rabbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Nisa surəsinin 36-cı ayəsində Allah buyurur. وَاعْبُدُوا اللّٰهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا Allaha ibadət edin və heç bir şeyi ona şərik qoşmayın və valideynlərə yaxşılıq edin. Tövhiddən sonra ən böyük əmrlərdən biri valideynlərə yaxşılıq etməkdir. Allaha şərik qoşmaqdan sonra ən böyük haramlardan biri valideynlərlə pis rəftar etməkdir. Bir gün Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm öz sahabələrindən 3 dəfə soruşdu. Ələ unəbbiukum bi əkbəril kəbair Sizə böyük günahların ən böyüyü barədə xəbər verimmi? Sahabələr cavab verdilər, bəli ey Allahın elçisi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Əl-işraku billah və uququl valideyn Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaqdır. Valideynlərə yaxşılıq etmək ancaq bizim ümmətə deyil, əvvəlki ümmətlərə də əmr edilmişdir. Bəqara surəsinin 83-cü ayəsində Allah buyurur. وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لَا تَعْبُدُونَ إِلَّا اللَّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ Bir zaman İsrail oğullarından Allah'tan başqasına ibadət etməyin. Valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin. İnsanlarla xoş danışın, namaz qılın, zəkat verin deyə əhd almışdıq. Əziz uşaqlar, valideynlərə yaxşılıq etmək deyəndə nəzərdə tutulanlar arasında bunları qeyd edə bilərik. Onlara itaat etmək, onlara hörmət göstərmək, onlar üçün dua etmək, onların yanında səsi qaldırmamaq, onların xidmətində olmaq, bir yerdə oturanda onlardan hündür yerdə oturmamaq, hətta onların dostları ilə yaxşı münasibət saxlamaq valideynlərə yaxşılıq etməyə daxildir. Amma oxuduğumuz Loğman surəsindəki ayədən də gördüyümüz kimi, valideynlərə itaət Allaha itaət çərçivəsində olmalıdır. Allaha asilikdə heç kəsə itaət etmək olmaz. Valideynlər səni Allaha şərik qoşmağa vadar etsələr belə, onlara əlbəttə ki, bu işdə itaət etmirsən. Amma yenə də onlarla gözəl rəftar edilsən. Sonra Loğman öz oğluna belə nəsihət edir. Ya bunayya innaha in takun mithqala habatin min khardalin fatakun fi sakhratin aw fi as-samawati aw fi al-ardi ya'ti biha Allah. İnnallaha latifun xabir. Oğlum, gördüyün iş
bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən Allah lətifdir, xəbərdardır. Loğman öz oğluna öyrədir ki, Allah bəndələrinə daim nəzarət edir və insan bir gün Rəbbinin qarşısına çıxacaq, etdiyi hər bir yaxşı, pis, böyük və kiçik əməlinə görə cavab verəcək. Uca Allah Zəlzələ surəsinin 7-ci 8-ci ayələrində buyurur: فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır. Nəcm surəsinin 31-ci ayəsində Allah deyir: وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاءُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى. Göylərdə və yerdə nə varsa Allahındır. Bu, pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə mükafatlandırması üçündür. Ən gözəli, yəni cənnətlə. Hər kəs bilməlidir ki, Allah onu daim görür. Buna görə də Rəbbinə itaat etməli və bütün kiçik və böyük günahlardan uzaq durmalıdır. Uşaqlar, heç bir yaxşılığı az görməyin. Hətta yolda insanlara əziyyət verə biləcək bir şeyin aradan götürülməsi olsa belə. Çalışın həmişə yaxşılıqlar edəsiz. Allah yaxşılıq edənləri sevir. Ənəs bin Malik radiyallahu anh rəvayət edir ki, Allahın elçisi sallallahu aleyhi və sələm demişdir: "El-ma'rufu ilen-nasi yaqi sahibها masari'as-su vel-afat vel-halakat ve ahlul ma'rufi fi'd-dunya hum ahlul ma'rufi fi'l-ahireh." İnsanlara yaxşılıq etmək pis aqibətdən, bəlalardan və həlak olmaqdan qoruyur. Dünyada yaxşılıq edənlər, axirətdə də yaxşılıq edənlərdən sayılırlar. Abu Zər radiyallahu anhu rəvat edir ki, Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "La tahqiranna minal ma'rufi şey'an, walau an talqa akhaka biwajhin talq." Qardaşını gülər üzlə qarşılamaq olsa belə, heç bir yaxşılığı az hesab etmə. Uşaqlar, siz bilməlisiniz ki, təkcə insanlara yox, bütün canlılara yaxşılıq etməyinizə görə savab qazanırsınız. Abu Hurayra'dan radiyallahu anh rəvayət olunan hədisdə Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir: "Beynə raculun yəmşi fəştəddə aleyhil ataş, fənəzələ bi'ran, fəşərbə minhə, thumma xaracə fəidə huvə bi kəlbin yəlhəthu yəkulü thəra minəl ataş. Fəqal, لقد بلغ هذا مثل الذي بلغ بي فملأ خفه ثم أمسكه بفيه ثم رقي فسقى الكلب فشكر الله له فغفر له. قالوا يا رسول الله وإن لنا في البهائم أجرا؟ قال في كل كبد رطب أجر. في كل كبد رطبة أجر." Bir dəfə bir adam yolla gedərkən bərk susadı və bir quyuya enib su içdi. Sonra quyudan bayıra çıxdıqda bir itin susuzluqdan ləhlədiyini və yaş torpaq yaladığını görüb öz-özünə dedi: "Mən susadığım kimi bu it də susamışdır." Və kişi quyuya enib ayaqqabısını su ilə doldurdu. Sonra ayaqqabısını dişləri ilə tutub quyudan çıxdı və itə su verdi. Allah da ona bunun əvəzini verdi və onu bağışladı. Sahabilər dedilər: "Ey Allahın elçisi, məgər heyvanlara etdiyimiz yaxşılıqlara görə də bizə savab yazılır?" O sallallahu aleyhi və səlləm buyurdu: "Hər bir canlıya etdiyin yaxşılığa görə savab var." Övladının hər iki dünyada xoşbəxt olmağını istəyən hər bir valideyn öz övladına axirətə imanı öyrətməlidir. Övladına həmişə xatırlatmalıdır ki, Uca Allah öz elmi ilə bütün məxluqatı əhatə edir. Heç nə Allahdan gizli qala bilməz. İnsan nə etsə və harada olsa Allah onu görür və eşidir. Allaha düzgün iman insanı mütləq salih əməllərə aparacaq. Salih əməllərin başında da namaz durur. Ona görə Loğman dəyərli nəsihətlərini davam edərək oğluna namaz qılmağı əmr edir. "Ya buneyyə əqimis salate va'mur bil ma'ruf və nha anil munkar. Va'mur bil ma'ruf və nha anil munkar vasbir ala ma asabak. İnne zalika min azmil umur." Oğlum, namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə, başına gələn çətin işlərə səbr et. Həqiqətən bu, əzm tələb edən əməllərdəndir.
Peyğəmbərlər və salihlər həmişə öz ailələrinə namazı əmr ediblər. Məsələn, Uca Allah İsmail Peyğəmbəri aleyhissalam tərifləyərək Məryəm surəsinin 54-cü 55-ci ayələrində belə buyurur. وَذْكُرْ فِي الْكِتَابِ إِسْمَاعِيلِ إِنَّهُ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُولًا نَبِيًّا. Kitabda İsmail'i də xatırla. Həqiqətən o öz vədinə sadiq idi. O bir elçi və peyğəmbər idi. وَكَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلَاةِ وَالزَّكَاةِ وَكَانَ عِنْدَ رَبِّهِ مَرْضِيًّا. O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O Rəbbinin rızasını qazanmışdı. Namazın İslam dinində böyük əhəmiyyəti və çoxlu fəzilətləri var. Allahın əmrləri arasında namaz xüsusi yer tutur. Əbu Hüreyrədən radiyallahu anh rəvayət olunur ki, o Peyğəmbərin sallallahu aleyhi və səlləm belə dediyini eşidib. İnnə əvvələ mə yuhasəbu bihil abdu yevməl qiyameti min əməlihi salatuh. Fəin saluhat fəqad əfləhə və əncəh. Və in fəsədət fəqad xabə və xəsir. Fəqad xabə və xəsir. Qiyamət günü insanın ilk soruşulacağı əməl namazdır. Namazları qaydasında olarsa, qalib gəlib nizata çatar. Qaydasında olmazsa, uduzub xəsarətə uğrayar. Biz namaza aid 2 hissədən ibarət ayrıca dərs həsr etmişdik. Və o dərsdə namazın vacibliyi və fəzilətləri barədə ətraflı danışmışdıq. Kim dinləməyibsə, 19-cu məclisə qayıdıb dinləyə bilər. Namazdan sonra Loğman öz oğluna yaxşı əməllərə çağırmağı, pis əməllərdən çəkindirməyi və üzləşəcəyi çətinliklərə səbr etməyi tövsiyə edir. Yaxşılığı əmr etmək və pislikdən çəkindirmək İslam ümmətinin xüsusiyyətlərindəndir. Əl-İmran surəsinin 110-cu ayəsində Uca Allah buyurur. Kuntum xayra ummetin uxricət linnəsi tə'muruna bil ma'ruf və tənhavna anil munkar və tu'minuna billah. Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edib pis əməlləri qadağan edirsiniz və Allaha inanırsınız. Həmin surəsinin, yəni Əl-İmran surəsinin 104-cü ayəsində Allah deyir: وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Aranızda xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir cəmaat olsun. Onlar əsl nicat tapanlardır. Uşaqlar, insanları yaxşılığa çağıran və pis işlərdən çəkindirən adam gərək elmli və hikmətli olsun. O, həmçinin çox səbirli olmalıdır. Çünki insanların çoxu yaxşı əməlləri çağıran və pis əməllərdən çəkindirənləri sevmirlər. Onlara müxtəlif əziyyətlər verirlər. Bu məsələdə bizim üçün ən yaxşı nümunə Allahın peyğəmbərləridir. Bütün peyğəmbərlər insanları yaxşı əməllərə çağırıb, pis əməllərdən çəkindiriblər və buna görə insanların çoxu onlarla düşmənçilik ediblər. Uşaqlar, peyğəmbərlərin həyatını, insanları Allaha tərəf necə dəvət etdiklərini və bu işdə üzləşdikləri müsibətləri necə səbr etdiklərini öyrənin. Və bilin ki, Allah səbr edənləri sevir və səbr edənlərlədir. Zumər surəsinin 10-cu ayəsində qüdrətli Allah buyurur: İnnəmə yuvaffəs sabiruna əcrahum biğayri hisab. Həqiqətən səbr edənlərə mükafatları hesabsız veriləcəkdir. Uşaqlar, əgər sizin yanınızda, həmyaşıdlarınızdan kimsə pis bir iş görürsə, ona gözəl tərzdə nəsihət edin ki, belə olmaz. Əgər nəsihətinizi qəbul etsə, bütün həmd Allahıdır. Nəsihət qəbul edənlərdən deyilsə və yaramaz əməlləri ilə tanınırsa, beləsindən uzaq olmalısınız. Oturub durduğunuz adamlara fikir verməlisiniz. İnsanları yaxşı əməlləri çağıran və pis əməllərdən çəkindirən adam özü də yaxşı əməlləri etməli və pis əməllərdən çəkinməlidir. Uşaqlar, siz əxlaq və ədəbdə ətrafınızdakılara yaxşı nümunə olmalısınız. Qoy sizi davranışda əxlaqlı və ədəbli kimi tanısınlar. Qoy sizi davranışında əxlaqlı və ədəbli kimi tanısınlar. Loğman oğluna verdiyi nəsihətlərini məhz gözəl əxlaqın önəmini vurğulamaqla bitirir. Bu gün oxuyacağımız sonuncu ayələrdə belə deyilir. وَلَا تُصَعِرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ. İnsanlardan təkəbbürlə üz çevirmə. Yer üzündə lovğalanarak gezmə.
Həqiqətən Allah heç bir özündən razını, özünü öyəni sevmir. وَقْصِدْ فِي مَشِّكَ وَعْضُدْ مِنْ صَوْتِكَ اِنَّ أَنْكَرَ الْأَسْوَاتِ لَصَوْتُ الْحَمِيرِ. Yerişində həddi gözlə. Danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir. Bu ayələr övlad tərbiyəsində əxlaqın və nəzakətin vacibliyini göstərir. Təkəbbürlü danışıq, kobud səs, lovğa yeriş, bütün bunlar əxlaq pozuntulardır və Allah tərəfindən bəyənilmir. İslam dinində gözəl əxlaqa çox önəm verilir. Onun fəzilətləri barədə çoxlu ayə və hədislər var. İnşallah növbəti dərsimizdə gözəl əxlaq və ona zid olan pis əxlaq mövzusunda ətraflı danışacaq. Loğmanın dəyərli nəsihətləri çoxlu mühüm dini məsələləri əhatə edir. Bu nəsihətlər həm valideynlər üçün bir tərbiyə modeli, həm də övladlar üçün bir həyat dərsidir. Hər uşağın tərbiyəsində ən başda tövhid təlimi durur. Uşağa ilk olaraq Allahı tanımaq, tövhidin əhəmiyyəti və şirkin təhlükəsi öyrədilməlidir. Bundan sonra uşaqlara İslam dini barədə digər məlumatlar öyrədilir. Oxuduğumuz ayələrdən görürük ki, müdrik Loğman dinin təməlini təşkil edən məsələdən başladı. Tövhidə çağırdı və Allaha şərik qoşmağı qadağan etdi. Sonra o valideynlərə yaxşılıq etməyi tövsiyə etdi və insanın valideynlərinə hörmətlə yanaşmasının səbəbini açıqladı. Uca Allaha şükür etməyi və valideynlərə minnətdarlıq göstərməyi tövsiyə etdi. Lakin vurğuladı ki, onlara itaət Allaha asiliyə aparmamalıdır. Müsəlman valideyn öz övladına Allahın əmrlərini qorumağı, əzəmətləndirməyi, uca tutmağı və Allahın qoyduğu həddləri aşmamağı öyrətməlidir. Loğman öz oğluna yaxşı işlərə çağırmağı və pis işlərdən çəkindirməyi, namaz qılmağı və səbirli olmağı əmr etdi. Uşaqlara davamlı şəkildə tövsiyə verərək ən yaxşı işlərə və ən gözəl əxlaqa yönəltmək onların tərbiyəsinin əsaslarındandır. Loğman övladına təkəbbür və lovğalığı qadağan etdi. Təvazökar və nəzakətli olmağı əmr etdi. Valideyn övladına Allahın nazil etdiyi Quran və sünnə əsasında yaxşılıq və pislik anlayışlarını və onların arasında fərqi öyrətməlidir ki, övladı cəmiyyətə faydalı şəxs kimi böyüsün. Loğmanın bu nəsihətləri onun həqiqətən də hikmət sahibi olduğunu göstərir. Uca Allah öz mərhəməti ilə qullarına onun hikmətindən bəhs etdi ki, insanlar bu gözəl örnəyə tabi olsunlar. Həqiqətən bu nəsihətlər ən ciddi diqqətə layiqdir və onları layiqincə yerinə yetirmək yalnız qətiyyətli insanlara nəsib olur. Allahdan istəyirik ki, bizə də bu hikməti və bu nəsihətlərə əməl etməyi nəsib etsin. Bugünlük bu qədər. Subhanakallahumma bihamdik. Əşhədu en la ilahe illa ent. Estağfiruka və atubu ileyk.